Bugün gəlin ibadətin əhəmiyyəti moizəsi ilə Allahın kəlamını öyrənək. Deyə bilərik ki, şənbə günü ibadəti, üçüncü gün ibadəti, bayram ibadətləri və müntəzəm dua vaxtları hamısı Allaha ibadətdir. Bəs onda niyə ibadət etməliyik? Çoxları ibadətin kilsəyə getmək, həmd oxumaq, Allahın sözünü eşitmək və dua etmək olduğunu düşünür. Bugün gəlin müqəddəs kitabdan Allahın ibadəti niyə verdiyini təsdiqləyək və ibadətin ruhumuz üçün nə qədər vacib, mənəvi aləmdə nə qədər əhəmiyyətli olduğunu düşünək. 영적인 어떤 부분을 차지하는 것인가를 오늘 경의 가르침 속에서 확인해 보는 시간을 가져 보도록 하겠습니다. Gəlin birlikdə Məzmurun 5-ci fəslini açaq. Gəlin Zəbur 5-ci fəsil bir ayəyə baxaq. Güclü Rəbb Allah çağırır, gün doğandan gün batanadək bütün yer üzünü səsləyir. Qüsursuz, gözəl Siyondan Allah öz nurunu saçır. Allahımız gəlir, sakit dayanmaz, önündə yandırıb yaxan alov var, ətrafında şiddətli tufan qopar. O, xalqını mühakimə etmək üçün yuxarıdakı göyü və yeri şahid çağırır. Hüzuruma möminlərimi qurban verib mənimlə əhd bağlayanları yığın. Burada qurban sözü ibadət deməkdir. Əhdi-Ətiqdə tez-tez qurban sözü, Əhdi Cədiddə isə ibadət sözü istifadə olunur. Hər iki sözün mənası eynidir. Beləliklə, Allah Zəburun 5-ci fəsli vasitəsilə bizə bildirir. Hüzuruma möminlərimi qurban verib mənimlə əhd bağlayanları yığın. Bəs ibadət niyə vacibdir və niyə ilk növbədə yaranıb? Bəşəriyyətin bunu asanlıqla başa düşməsi üçün Allah bu məsələni Eden bağının tarixi ilə izah edir. Adəm və Həvva xeyir və şər bilik ağacından yeyərək günah işlətməzdən əvvəl ibadətə ehtiyac yox idi. Lakin onlar xeyir və şər bilik ağacından yemək günahını törətdikdən sonra Allah Adəm və Həvvanın oğulları Habil və Qabil vasitəsilə Edenin bütün izzətini bərpa etməyin yolunu göstərdi. Həmin vaxtdan müqəddəs kitabda Habilin qurbanı və Qabilin qurbanı ifadələri yarandı. Başqa sözlə, onlar itirdikləri Eden bağının bütün şöhrətini bərpa edə bilsinlər deyə Allah ibadət sistemini qurdu. Əslində, biz göylərdə günah işlədən və bu yerə atılan ruhlarıq. Göydə etdiyimiz günahların bağışlanması və Allahla görüşməyimiz üçün ibadət lütf vaxtı və lütf məkanı kimi təsis edilmişdir. Buna görə də təyin olunmuş tarixlərdə və saatlarda ibadət mərasimlərində iştirak etmək iman həyatımızda son dərəcə vacibdir. Bu, heç vaxt laqeyd edilməməlidir. Çünki Allahın iradəsi biz günahkarların cənnətdən bağışlanmasına imkan verir və bu, ibadət xidmətində öz əksini tapır. Bundan əlavə, ibadət günahlarımızın bağışlanması lütfüne görə şükür etmək mənasını da özündə ehtiva edir. Bu səbəbdən ilk kilsənin bütün peyğəmbərləri və həvariləri müqəddəslərə nəsihət verərkən, biz heç vaxt ibadəti laqeyd etməməliyik demişdilər. Gəlin İbranilərə 10-cu fəslə nəzər salaq.
İbranilərə məktub 10-cu fəsil 22-ci ayə. Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. Sadəcə bəzilərinin vərdiş etdiyi kimi ibadət yığıncağını tərk etməməliyik. İbadətə gəlməmək vərdişinə uymaq əvəzinə bir-birimizi ruhlandıraq və Allahın izzətli gününün yaxınlaşdığını gördükcə toplaşmağa daha çox səy göstərək. Bu, İbranilərə fəsil 10-cu ayə 25 bizə öyrətdiyi dərsdir. Buna görə də ibadətin çox vacib bir mənası var. 26 ayə ilə davam edək. Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Yəni, günahların bağışlanması üçün heç bir ibadət qalmır. Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. İbranilərə 10-cu fəsildə müqəddəs kitabın nəsihətini görürük. Bəzilərinin vərdişi olduğu kimi, Allaha ibadət yığıncağını tərk etməyin. Əksinə, Məsihin izzətli günü yaxınlaşdıqca ibadətə daha səylə qatılan onun övladları olmalıyıq. Elə isə gəlin Yeşaya Peyğəmbərin ibadətin bizim üçün niyə zəruri olduğu barədə verdiyi dərsi öyrənək. Gəlin Yeşaya 59-cu fəslə nəzər salaq. Yeşaya 59-cu fəsil 1 ayə. Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, qulağı kar deyil ki, eşidə bilməsin. Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə onun üzü sizdən döndü, o səsinizi eşitmir. Çünki əlləriniz qanla, barmaqlarınız şər əməllərlə murdarlanıb. Dodaqlarınız yalan danışır, diliniz pislik söyləyir. Bizi Allahımızdan nə ayırıb? Günahlarımız bizi Allahdan ayırıb. Günahımız Allahla aramızda boşluq yaratdı. Günahımız üzündən Allahla münasibətimiz uzaqlaşdı. Bəs Allah bu boşluğu necə aradan qaldırdı? Məhz ibadət vasitəsilə Allah bu ayrılığı aradan qaldırmağı mümkün etdi. Beləliklə, müqəddəs kitab öyrədir ki, ibadət vaxtı Allah bizimlədir. Bizimlə görüşür və keçmişdəki bütün günahlarımızı bağışlayır. Adəm və Həvva xeyir və şər bilik ağacından yeyib günah etdikdən sonra Allah Habil və Qabilə ona qurban təqdim etməyi əmr etdi. Gəlin Yaradılış 4-cü fəslə keçək. Gəlin Yaradılış kitabının 4-cü fəslinin bir ayəsinə nəzər salaq. Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi, Rəbbin köməyi ilə bir insan qazandım. Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi. Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi. Ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. Habilin və Qabilin qurbanı ilk dəfə Yaradılış kitabının 4-cü fəslində qeyd olunur.
등장하고 있습니다. Görək İbranilərə məktubun yazıcısı 11-ci fəsildə bu səhnəni necə təsvir edib. 이렇게 표현했습니다. 히브리서 11장 열어보겠습니다. İbranilərə 11-ci fəslə nəzər salaq. 11-ci fəsil 4 ayə. 11장 4절의 말씀 보시면 İman vasitəsilə Habil Allaha Qabildən, 가인보다 Habil Allaha nə gətirdi? 제사를요. Daha yaxşı bir qurban təqdim etdi. 제사를 하나님께 드림으로 Bunun vasitəsilə salih olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. 예물에 대하여 증거하심이라. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır. 이라고 했습니다. Burada yazılıb, Habil Allaha Qabildən üstün qurban təqdim etdi. 가인보다 더 나은 제사를 하나님께 드렸다고 했습니다. Qabil məhsulundan Allaha taxıl qurbanı təqdim etdi. 곡식이었죠. 곡식과 식물로서 하나님께 제사를 Habil sürüsünün ilk doğanını Allaha təqdim etdi. 양의 첫 새끼를 하나님께 제물로 올렸습니다. Bu iki təqdimin mənası nədir? 어떤 의미가 있어요? Həm Qabilin, həm də Habilin təqdimi tam səmimiyyətlə edilmişdi. 정성을 다 Lakin yazılıb ki, Allah yalnız Habilin təqdimini qəbul etdi, Qabilin təqdimini isə qəbul etmədi. 연락지 아니하셨더라. 받아들이지 아니하셨더라고 했습니다. Fərq nə idi? 어떤 차이가 있느냐? Habilin qurbanı qan qurbanı idi. 피 흘림의 제사였습니다. Günahlarımızın tam bağışlanması üçün Məsihin çarmıqda qurbanı olmalıdır. 반드시 장차 그리스도의 어떤 십자가의 희생이 계셔야 된다는 것을 이미 하나님께서 Buna görə də Habil və Qabilin dövründən bəri Allah istədiyi və istəmədiyi qurbanlar arasında fərq qoymuşdu. 제사와 원치 않는 제사를 이와 같이 양분해 놓으셨던 것입니다. Səmimiyyət baxımından Qabil təqdiminə daha çox səy göstərdi. 정성을 들였을 것입니다. O, toxum səpər, onlara qulluq edər və məhsulun yaxşı böyüməsi üçün gecə-gündüz vaxtında sulayardı. 조금 보살피고 돌보고 물을 제때 대주고 말이죠. Allah Qabilin səmimiyyətlə təqdim etdiyi qurbanı bəyənmədi, lakin Habilin qanını tökərək verdiyi ilk doğan quzunu qəbul etdi. 오히려 피 흘림의 제사였던 아벨의 양의 그 첫 새끼 그 제물에 대해서는 하나님께서 연락하셨더라고 이렇게 표현했습니다. Onların təqdimlərinin fərqli olması problem deyildi. 다른 것이 잘못이 아닙니다. 두 사람 다 정성을 들였지만 Hər ikisi qurban üçün çox səy göstərdi, amma Allah günahların bağışlanması mənasını daşıyan qurbanı istəyirdi. 하나님께서 원했던 제사였다는 Bunu Habil və Qabilin qurbanları vasitəsilə təsdiqləyə bilərik. 우리가 확인해 볼 수 있습니다. Bu, nəticədə Məsihin öz qanı ilə bizimlə Allah arasındakı uçurumu necə aradan qaldıracağını göstərir. 우리와 하나님 사이를 가깝게 이렇게 메꿔 주는 Gəlin bunu Efeslilərə 2-də təsdiqləyək. 그래서 우리 2장에서 확인해 봅시다. Gəlin Efeslilərə fəsil 2, ayə 13 baxaq. 3절의 말씀 함께 보도록 하겠습니다. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsa'da Məsihin qanı sayəsində yaxın oldunuz. 그래서 무엇으로요? 예, 어린 양으로 Quzuya bənzədilən Məsihin qanı ilə nə baş verdi? 어떻게 됐다고 했습니까? Yaxınlaşdırıldıq. 가와졌다고 했습니다. Bu, Məsihin qurbanı sayəsində mümkün oldu. 희생이 계심으로 말미암아 Allahın Habilin təqdimini daha yaxşı qəbul etməsinin səbəblərindən biri. 나은 제물로 여기시고 받아들이셨던 그 이유 중에 하나는 Quzuya bənzədilən Məsih çarmıqdakı qurbanı ilə bəşərin bütün günahlarını bağışlayıb bizi Allaha daha da yaxınlaşdıracaq. 다 사면해 주시고 우리와 하나님 관계를 당신의 그 십자가의 희생으로 말미암아 더욱더 가깝게 연결시켜 주기 위한 Buna görə də Efeslilərə fəsil 2, ayə 13 yazıldığı kimi Allahla bizim aramızdakı münasibət necə dəyişib. 3절에서 주신 말씀처럼 Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsa'da Məsihin qanı sayəsində yaxın oldunuz. 하나님과 우리 사이가 더욱더 Sadə dillə Məsihin qanı bizi Allaha yaxınlaşdırır. 연결하는 이와 같은 역할을 했더라. 13 ayə ilə davam edək. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsa'da Məsihin qanı sayəsində yaxın oldunuz. 피로 가까워졌느니라. 그는 Çünki Məsih özü barışığımızdır. 둘로 하나 O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti öz cismi ilə yıxdı. 곧 의문의 소 Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən özündə yeni bir insan yaradaraq barışıq təmin etsin. 한세 사람을 지어 화평케 하시고 또 십자가로 이 둘을 한 몸으로 하나님과 Və çarmıq vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. 하심이라. O, ölümü ilə ədavəti yox etdi. 소멸하시고 또 오셔서
먼 데 있는 너희에게 O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma müjdəsini yaydı. Çünki hər iki tərəfdən olan bizlər onun vasitəsilə bir ruhda atanın hüzuruna çıxa bilərik. Deməli, artıq yad və qərib deyilsiniz. Siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Sadə dillə desək, Allah ailəsinin üzvləri ifadəsi bizim Allahın ailəsinin bir hissəsinə çevrilməyimiz deməkdir. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, güşədaşı isə Məsih İsa özüdür. Efeslilərə fəsil 2-cidəki sözlərdən anlayırıq ki, keçmişdə günahlarımız üzündən Allahdan ayrı idik və ona yaxınlaşa bilmirdik. Lakin indi Məsih İsa'da bir vaxtlar uzaq olan bizlər Məsihin qanı sayəsində yaxınlaşdırıldıq. Nəticədə müqəddəs kitab deyir ki, artıq yad və qərib deyilik, müqəddəslərlə həmvətəndaş və Allahın ailəsinin üzvləriyik. Sadəcə Allahın ailəsinin üzvləri onun ailəsi olmaq deməkdir. Allah bizi elə bir mövqeyə qoyub ki, ona ata və ana, həqiqətdəki Sion bacı qardaşlarımıza isə bacı qardaş deyə bilirik. Allah bütün bunları necə etdi? Allah bütün bunları ibadət əhdi ilə yerinə yetirdi. Bəzi üzvlər qurban və ibadət ifadələri haqqında soruşurlar. Bəziləri mənasını yaxşı anlamaya bilər. Gəlin birlikdə Çıxış fəsil 12-ci ayə 23 baxaq. Gəlin Çıxış fəsil 12-ci ayə 23 baxaq. Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. Buna özünüz və övladlarınız üçün. Bu göstərişlərə nə kimi əməl etməliyik? Əbədi qayda kimi həmişə riayət edin. Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz. Övladlarınız sizdən bu ibadətin mənası sizin üçün nədir, deyə soruşduqları zaman onlara söyləyin, bu Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün. Bu nədir? Pasxa qurbanıdır. Xalq əyilib səcdə etdi. Biz hər il Pasxa ibadətini icra edirik. Çıxış kitabında Pasxa ibadəti haqqında nə deyilir? Bu, Pasxa qurbanıdır. İsa'nın Pasxa quzusu adlanmasının səbəbi bu deyilmi? Hətta 3500 il əvvəl Misirdə Allah fəlakət toxunmasın deyə Pasxa quzusunun qanı olan bütün evlərin yanından keçdi. Digər tərəfdən, bütün Misir torpağı, istər insan, istərsə də heyvan olsun, bütün ilk doğulanların öldürüldüyü bir vəbaya yoluxmuşdu. Təxminən 3500 il əvvəl baş verən bu dəhşətli hadisə müqəddəs kitabda qeyd olunur. Bütün bu ibadətlərlə bağlı Allah deyir, mənimlə qurbanla əhd bağlayanların hamısını yığın. Allah Çıxış fəsil 12-cidə Pasxanı ibadət və Pasxa qurbanı adlandırmışdır. Buna görə də Allahın Habilin qurbanını qəbul etməsinin və onun Qabildən daha yaxşı qurban gətirdiyini deməsinin səbəbi Habilin qurbanının quzu qanı ilə, Qabilin qurbanının isə qan tökülmədən olmasıdır. Bu, Allah məhsul vasitəsilə təqdim edilən qurban olduğundan, Allah Habilin təqdimini Qabilin təqdimindən daha yaxşı hesab etdi.
Allah Habilin təqdimini qəbul, Qabilinkini rədd etdi. Çünki qan qurbanında bəşərin gələcək günahlarını bağışlamaq üçün onun böyük iradəsi vardı. 속에 내포되어 있었기 때문에 아벨의 제사를 받아들이시고 가인의 제사를 하나님께서 거절하셨던 것입니다. Səbəb Allahın Qabilə kini değildi. 뭐 원한이 있어서 그랬던 것은 결코 아니지. Biri qan qurbanı, digəri isə qansız qurban idi. 성이 한 사람은 피 흘림의 제사, 한 사람은 피 흘림이 없는 제사. Allah qanlı qurbanı qəbul edərək bəşəriyyətin günahları üçün nə edəcəyini əvvəlcədən göstərdi. 죄를 하나님께서 어떻게 하신다는 뜻을 미리 보여주셨던 것이죠. Buna görə İbranilərdə yazılıb ki, Habil Allaha Qabildən daha yaxşı qurban gətirdi. 더 나은 제사를 하나님께 드렸더라. 히브리서에는 그렇게 기록이 되어 있었던 것입니다. Nəticə etibarilə İsa Məsih bu dünyaya Pasxa quzusu kimi gələndə və qurban veriləndə Allahla bizim aramızdakı uzaqlaşmış münasibətlərə nə oldu? 주심으로 말미암아 하나님과 멀어져 있던 그 관계를 어떻게 한다는 것입니까? Çarmıqda qan tökməklə münasibətləri bərpa etmədimi? 하나님과 우리 사이를 어떻게 해 놓으셨습니까? Allah bizi birləşdirdi və yaxınlaşdırdı. 가깝게 해 놓으시고 Müqəddəs kitab öyrədir ki, keçmişdə yad olan bizlər indi Allahın ailəsinin üzvüyük. 우리가 이제는 하나님의 권속이 되게끔 하나님의 가족이 되게끔 Allah bizi öz ailəsinin bir hissəsi etdi. 성경은 우리에게 또 알려주고 있는 것입니다. Buna görə ibadət bizim üçün çox vacibdir. 우리에게 있어서 참으로 중요합니다. Buna görə Allah dedi ki, bəziləri kimi ibadət üçün toplaşmağı heç vaxt tərk etməyək. 습관과 같이 절대 하지 말라. Məgər Allah xatırlatmırmı ki, xilas olmaq, günahlarımız bağışlansın və əbədi cənnət evimizə qayıtmaq üçün daima ona ibadət etməliyik. 영원한 천국 고향으로 돌아와야 된다는 사실을 하나님께서 우리에게 일깨워주고 계신 것 아니겠습니까? Gəlin müqəddəs kitabla Məsihin Pasxa qurbanı olduğunu təsdiqləyək. 제물이 되신 그리스도의 모습을 한번 확인해 보도록 하겠습니다. 1 Korinflilərə kitabının 5-ci fəsil 7 ayəsinə baxaq. Fəsil 5-ci ayə 7 baxaq. 5장 7절의 말씀 보시면 Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. 우리 위하여 Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. 6월절 양 누구라고요? 8 ayədə deyilir ki, 그리스도께서 buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək. 를 지키되 Buradakı bayram Pasxadır. 6월절을 뜻하지요. Nəticə etibarilə Pasxa quzusu kimi təmsil olunan Məsihin qurbanlığı bu bayramı, Pasxa ibadətini daha da əhəmiyyətli etmişdir. 결국 이 6월절이라는 이 예배를 6월절이라는 이 절기를 굉장히 중요하게 지금 만들어 Əgər bu qurban olmasaydı, Allaha yaxınlaşa bilərdikmi? 하나님과 우리 사이는 가까워질 수 있습니까? Göylərdə etdiyimiz günahlar üzündən əbədi olaraq ayrılmağa məhkum idik. Lakin Məsihin çarmıqdakı qurbanlığı sayəsində Allahla münasibətimiz daha da yaxınlaşdı. 이와 같은 십자가의 희생으로 말미암아서 멀어졌던 하나님과 우리 관계를 더욱더 가깝게 해주신 Keçmişdə yad idik, qərib idik. 이방인이었고 Keçmişdə bizə qonaq kimi yanaşılırdı. Bəs indi Allahda nə olmuşuq? 정도의 취급을 받았던 우리들이었지만 이제 하나님 안에서 뭐가 됐다? Biz Allahın ailəsinin üzvləri, yəni ailəsi olduq. 가족이 되었다는 의미가 되겠습니다. Buna görə artıq Allahı ata adlandırmaq şərəfi verilib. 그래서 아버지라고 부를 수 있습니다. Göylərdə olan atamız, adın müqəddəs tutulsun. 을 받으시오며 예수님 Daha sadə dillə desək, biz İsa'nın bizə öyrətdiyi Rəbbin duasını edə bilən insanlar olmağa layiqik. Bu duanı yalnız biz edə bilərik. 얻게 되었다는 것이죠. Bəs keçmişdə necə? 과거에는 어떻습니까? Günahlarımıza batanda biz yad, qərib və qeyri-yəhudi idik. 외인이요, 손님이요, 이방인이요. Lakin Məsihin qanı ilə Allaha daha da yaxınlaşdıq. 말미암아서 더욱더 가까워지게 된 이제 Artıq yad, qərib deyil, Allahın ailəsinin üzvüyük. 하나님의 권속이 되었다라고 일러주신 그 가르침의 말씀을 통해서 Bununla Məsihin qurbanlığını, anan ibadətin vacibliyini bir daha təsdiq etmirikmi? 생을 기리는 그 제사 이것이 우리에게 있어서 얼마나 중요한 것인가를 다시 한번 확인할 수 있는 대목 아니겠습니까? İbadət vasitəsilə Allah ilə ata, ana və övladlar kimi bizim aramızda münasibət yaranır. 아버지 어머니로서의 관계가 형성되게 만들어 주신 것이 바로 이 예배입니다. Buna görə də bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək sözlərinin mənası nədir? 절대 너희는 그리 하지 말라. Allaha ibadətə gəldikdə nə etməliyik? 더욱더 예배 어떻게 하라는 얘기입니까? Məgər bu, ibadəti vacib sayıb Allaha düzgün ibadət edən övladlar olmalı olduğumuz demək deyil. 그런
Bundan əlavə Allah ibadət vasitəsilə onunla əhd bağlayanlara nə edəcək? Yazılıb ki, Allah onları yığacaq. Gəlin Çıxış 25-ci fəsildən bir ayəyə də baxaq. Çıxış fəsil 25-ci ayə 20. Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun. Kəffarə qapağını sandığın üstünə qoy, sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy. Orada kəffarə qapağının üzərində, şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm. Bu, hansı yerə aiddir? Bu səhnə müqəddəs yeri və ən müqəddəs yeri izah etmirmi? Müqəddəsgahın önü müqəddəs yer, arxası isə ən müqəddəs yerdir. Keruvlar haradadır? Keruvlar ən müqəddəs yerdə, əhd sandığının düz üstündədir. Tanrı orada nə edir? Bizimlə görüşəcəyinə söz verir. Allahdan uzaq düşsək də onunla görüşməyə icazə verdiyi gün nə vaxtdır? Bu, kəffarə günüdür. İldə bir dəfə kəffarə günündə kahinin ən müqəddəs yerə girməsi üçün yol açılır və Allah deyir, orada səninlə görüşəcəyəm. Deməli, qurbansız, yəni ibadətsiz, Allahla bəşəriyyət arasında təmas nöqtəsi varmı? Qətiyyən yox. İbadət vasitəsilə Allah günahla uzaqlaşmış bizi çağırır və özünə yaxınlaşdırır. Məsihin qurbanlığı və qanı ilə Allah bizə öz ailəsinin üzvü olmaq hüququnu verdi. Buna görə də istər şənbə günü ibadəti, istər üçüncü gün ibadəti, istərsə də bayram ibadəti olsun, ibadəti heç vaxt ihmal etməməliyik. Hər ibadətlə Allah bütün yalvarışlarımızı dinləyir və arzularımızı yerinə yetirir. Bütün bu işlər ibadət vasitəsilə həyata keçir. İbadəti müntəzəm olaraq yerinə yetirsək də Allahın səbəbini və ya iradəsini bilmədən körkörənə etməməliyik, əksinə anlayışla ibadət etməliyik. Anlayışla ibadət etmək üçün Allahın əhd vasitəsilə bizimlə görüşməyi vəd etdiyi ibadət gününün şənbə yoxsa bazar olduğunu və onun təyin etdiyi bayramın milad yoxsa pasxa olduğunu dəqiq bilməliyik. Beləcə, Habilin qurbanı kimi Allahın istədiyi həqiqi ibadəti təqdim etməli deyilikmi? Bugün dünyada çox insan bazar günü ibadət edir. Bəs bu, Allahı məmnun edən Habilin qurbanı kimidirmi? Şənbə ibadəti Habilin qurbanlığına uyğun gəlmirmi? Bunu düzgün başa düşüb Allahın əhdinə uyğun olaraq ibadət etməli deyilikmi? Bugün biz Allahla əhdimiz olan şənbə günü ibadətini edirik. Pasxanı da qeyd edirik. Həmçinin 3 vaxtda olan 7 bayramın ibadətlərinə riayət edirik. Bugün taxdığınız örpək belə Allahın müqəddəs kitabda qayda kimi təyin etdiyi doğru ibadət üsuludur. Müqəddəs kitabda bunu etməməyin Allaha hörmətsizlik olduğu üçün qadınlar ibadət zamanı örpək taxmalıdır. Bu, Allah kilsəsində ibadət qaydasıdır. Bu, həvarilər dövründən bəri riayət edilən ibadət qaydası deyilmi? Bütün səmavi insanlardan xahiş edirəm ki, hazırda riayət etdiyimiz ibadət qaydaları ilə daha çox fəxr etsinlər və Allaha həqiqi ibadət etsinlər ki, dünyadakı yolunu azan bütün kilsələrə düzgün təlimləri çatdıra bilək. Bugünkü xütbəmi yekunlaşdırmaq istəyirəm. Çox sağ olun.